Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqasının 19-cu turunun görüşü keçirilir. EFA Xan qarşılaşır. Ümid edirik ki 50 dəqiqə ərzində hər iki komandanın ifasında gözəl futbolun şahidi olaraq. Hörmətli futbol azarkeşləri, hər iki komandanın heyəti kifayət qədər güclü oyunculardan qurulub. Hakimi sizə təqdim edirəm, Harun Hacıyevdir. Ona da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Oyundan əvvəl ənənəyə uyğun olaraq futbolçular bir-birlərinə salamlar və bir-birlərinə uğurlar arzu edirik. Biz də bir daha hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Ümid edirik ki, maraqlı futbol izləyəcək. Kapitanlar da bir-birlərini salamlayır. Və biz kimləri görürük? Ayxan Xudiyev və Elmin Nəbiyev. Onlar zədə üzündən bugünkü görüşü buraxmaq məcburiyyətində qalırlar. Tezliklə onlara Allahdan şəfa diləyirik və Ayxan Xudiyevin diqqətinə isə bir məsələni çatdırmaq istərdim. Bundan sonra məhəllədə futbolun qaydalarını bilməyən uşaqlarla oynamağı qəti qadağan edirik. Bir var qadağa, bir də var qəti qadağa. Ayxana bundan sonra futbolun qaydalarını bilməyən uşaqlarla oynamağı qəti qadağan edirik. Ümid edirik ki, meydanda çıxış edən futbolçular gələcəkdə bizləri uğurlu nəticələrlə sevindirəcək. Kapitan Yusuf Abdullayev mərkəzdən topu oyuna daxil edir. Komandaların heyətləri belədir. İlk növbədə Xandan başlayır və dərhal da qayda pozulur. Heyətlərlə dərhal tanış olaq Xanda. Qapıda 99 Ahmet Səfərov, 5 Naib Məmmədzadə, 8 Cavidan Şahbazov, 9 Fatih Müslüm, 10 kapitan Yusuf Abdullayev. Yusuf'un zərbələri hər zaman təhlükəli alınıb. 12 Hüseyin Eypətov, 17 Süleyman Kələntərli. Baş məşqçi Hamza yaxşı tanış olan Xanış Rızayevdir. Cəlmə zərbəsini izləyək. Daha sonra digər futbolçulara tanış olaraq 10 nömrəli futbolçu topa yaxınlaşır. Qapıya zərbə və top qapının üstündən keçir. Digər futbolçular 1 Mirəhmət Həşimov, 6 Emil Bilalov, 7 Fatih Quliyevdir. İndi isə EFA heyəti. Qapıda 1 Kənan Nəbili, 4 Məhəmməd Yusifli, 5 Toğrul Nəcəfov, 13 Murad Abbasov, 16 Kapitan Harun Mehdizadə, 22 Elmir Budayev, 30 Hüseyin Hüseyinli. Baş məşqçi Vüqar Əskərov. Digər oyuncular 99 Ağabala Qasımov, 19 Yusif Rəhmanovdur. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA'nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Altdan EFA oyuncuları topu oyuna daxil edir. Geriyə Yusif topu qarşılayır. Ötürməsi sağla. Hüseyin iti bucaq altından qapıya zərbə, top qapı dirəyənləyərək oyuna qayıdır, hücum davam edir və qapıcı Kənan Nəbili topu ələ keçirir. İrəliyə doğru ötürmə. Toğrul. EFA sol cinahla hücum qurmağa çalışır. Out. Topu altdan kim oyuna daxil edəcək? İrəliyə doğru ötürmə. Yusif. Və küncüdən zərbə. Top Murad Abbasovu deyərək meydana tərk eləmişdi. Küncüdən zərbə ilə Xan oyuncuları topu oyuna daxil edəcək. Hüseyin Eypətov. Qeyd edim ki, gəlin bu hücumu izləyək. Hüseyin içəriyə doğru ötürmə, qapıcı Kənan irəli hücumu davam edir. Daha bir içəriyə doğru, o qədər təhlükə olmayan zərbə. Kənan topu qüvvətli zərbə ilə irəli vurur. Yusif zərbəsi az fərqlə top qapının yanından keçir. Yusif artıq rəqibə çətinliklər yaratmağa başlayıb. Gözəl hərəkətlər Muraddan gəlir. Rəli oynayır. İçəriyə doğru ötürmə, qapıcı topu əlindən bırak, qapıya zərbə. Toğrul, daha bir zərbə, top qapıya daxil olmur. Naib bu epizodda topun qarşısını kəsir. Küncdən zərbə yerinə yetirilməli. Hüseyin Hüseyinli topu oyuna daxil edəcək. Salam, necəsən? Qeyd edim ki, 19-cu turun bütün oyunları bugün keçiriləcək. Səriyə doğru
Ötürmə izləyirik. Toğrul. Xan oyuncuları indi sürətli əksini qurmaq üçün əla bir imkan qazandılar. Ötürmə Yusif istiqamətini amma Toğrul topu uzaqlaşdırır. Outdan Efa topu oyuna daxil edir. Məhəmməd. Yusif. Yusif sağlı oynayır. Hüseyin Heybətov. Hüseyin qapıya zərbi və gol. Xan oyuncuları topu qapıdan keçirir. Hüseyin Heybətov. Yusuf Abdullayevin ötürməsini dəqiq tamamlayır. Xan oyuncuları artıq buna qədər bir neçə dəfə qapıya zərbə indirmişdi. Dəqiqlik çatmamışdı. Bu dəfə isə Hüseyin Heybətov iti bucaq altından qapıya dəqiq zərbə indirir. İləriyə doğru ötürmə. Toğrul. Amma Cavidan araya girmişdi. Yenidən Toğrul. Toğrul. Hələ ki qapıya zərbə qapçı. Ahmet topu əlindən buraxır. Qapıya uzaq məsafədən zərbə. Məhəmməd idi səhv etmirəmsə. Top qapının üstündən keçir. Efan irəlidə presingi var. Nəhayət bəli bu öz bərəsini verir. Amma Yusuf Abdullayev burada özünü yetirir. Toğrul. Öz sevimli sağcınan ötürmə. Harun boş mövqeydədir qapıya. Zərbəsi və 1-1. Harun Mehdizadə topu qapıdan keçirir. Bərabərlik qolunu vurur. Gözəl ötürmə idi. Toğrul necə bu ötürməsini qolla tamamlayır. Və bu cür qol sevinci yaşayırlar. Qolun təkrarı bizə bir daha təqdim olunur. Harun. Bir anlıq bu epizodda bizlərə Milanın keçmiş hücumçusu Filippo Inzaghi'ni xatırlatdı. Lazım olan vaxtda, lazım olan yerdə lazım olan qolu vurur. Cərmə zərbəsi yerinə yetiriləcək. Efa oyuncuları topu oyuna daxil etməlidir. Bəs topun arxasında kimdə yanacaq? Murad Abbasov. Hər zaman cərmə zərbələri zamanı topun gerisində onu görürük. Harun Hacıyev canlı sətdi. Çəkmək istəyir məsafə uzaqdır, amma Murad Abbasovun ifasında biz olduqca təhlükəli zərbələr izləmiş. Topa yaxınlaşır Murad. Qapıya zərbə top. Dinlərək qaydır daha bir zərbə və gol! Harun bu dəfə də gol vurur. Harun Mehdizadə bu dəfə də düzgün mövqeyi seçmişdi. Bu onun bugünkü oyunda ikinci goldu. Həm onun, həm də Avropa Futbol Akademiyasının. Golun təkrarı bizə bir daha təqdim olunur. Qapçının əli çatmadığı bir nöqtəyə göndərilmişdi mərkəzdən. Efa topu oyuna daxil edir. Fatihdən gözəl hərəkətli qapıya zərbə indirir Cavidan. Çox təhlükəli zərbə idi. Azacıq dəqiqliyi çatmadı. Qeyd edim ki, Gol TV Xan komandasının ikinci oyununu sizlərə təqdim edib bu mövsümün əvvəllərində. İndi Yusif gözəl ötürmə. Cavidan qapıya zərbə və gol. Cavidan yenidən hesabda bərabərlik yaradır. Bugün hər iki komandanın ifasında gözəl futbol izləyirik. Şounun şahidi oluruq. Bu dəfə də məhsullar ötürmə Yusifdən gəlir. Yusuf Abdullayev komandanın kapitanı. Onun nömrənin haqqını verir ötürmə. Cavidan Şahbazov uzaq küncə dəqiq zərbə indirir. Bu dəfə mərkəzdən topu oyuna daxil etmək sırası Efa'daydı. Toğrul. Cavidan. Out. Cavidan out atışını yerini yetirmir. Fəttaha ötürdü topu. Qayda pozulmur və indi diqqətlə hakimlədir bəli qayda pozuntusunu qeydə aldı. Üstünlük prinsipinə əməl etmək istəyirdi, amma Xan oyuncuları topu idirdikdən sonra az öncəki qayda pozuntusu qeydə alır. Yusuf'un cəhdliyini görürük necə topu qaydanın pozulduğu nöqtəyə qoydu. İndi hakimdən işarə gözləyir ki, qapıya zərbə indirsin, bəli, hakim zərbəyə icazə verir Yusuf Abdullayev. Topun gerisində də qapıya zərbə tindən qaydır və az öncə Efa bu cür epizoddan gol vurmuşdu, amma Cavidan topa daha yaxın olan oyuncu oydu və top az fərqlə qapının yanından keçmişdi. Murad irəli oynayır. Və indi müdafiədə bir boşluq yaranmışdı. Harun qapıya zərbə və top qapıdadır. Harun Mehdizadə xəttirik edir. Sakit olun deyir. Yenidən səhnəyə çıxır. Xəttirikə imza atır. 22 dəqiqəyə 3 gol vurur.
Muradın ötürməsini də qeyd etmək lazımdır. Burada qayda pozulmadı çünki Harun yerə yıxılmamışdı. Hakim oyunu davam etdirmişdi. Xan yenidən mərkəzdən topu oyuna daxil edir. Yusif istiqamətli. Yusif bir dəqiqə keçdi. Elmir idi səhv etməsə. Bəli 22 nömrə futbolçu Elmirdən yayılmışdı, amma daha sonra hücumunun davamını gətirə bilmir. Qapıya zərbə. Murad yaxşı oynayır. Emil irəni oynayır, out. Efa out atışını yerinə yetirməlidir. İleriye doğru. Ötürmə. Doğruldan alladıcı hərəkətlər Cavidan'ı keçməyə çalışır, amma Cavidan aldanmır. Xan komandası hücum qurmağa çalışır, bir qədər geriyə ötürmə irəliyə. Yusif istiqamətində qapıcı da burada mövqeyini tərk eləmişdi. İndi hücumu davam edir. Qapıya zərbə. Daha bir zərbə. Bu dəfə də səhv etmirəmsə Murad idi. Murad Abbasov qolun qarşısını kəsir. Top artıq qapıdan keçməsinə mane olur hər iki epizodda. Hər iki komanda bugün meydanın istənilən nöqtəsində mübarizə aparır. Hakimiyyət əl almağa çalışır. Mən deyərdim ki, hər iki komanda da bunu bacarır. Altdan hakim saatına baxdı. Hələ ki ilk hissənin başa çatmasına bir qədər vaxt var. Süleyman altdan topu Yusif təhlükəli zərbə indirmişdi. Bugün çox çalışır. Bugün iki məhsullar ötürməyə rəhdi qalıb. Elmir irəli oynuyor. Top meydana tərk edib. Süleyman topu Ahmedi verir. Ahmed yenidən Mir Əhməd artıq Xan heyətində qapını o qurur. Bir nömrəli qapıcı yerinə çevirdi. Məhəmməd zərbəsi və qol. Uzaq küncə dəqiq zərbə indirir. Məhəmməd Yusifli və qol sevincini bu cür yaşayır. Səcdə edir. Məhəmməd Yusifi 4 nömrə oyuncu uzaq küncə qarşı alınmaz bir zərbə indirir. Harun burada nə etdi? Onu qol münasibətilə bu cür təbrik etdi. Təkrar bizə təqdim olur. Uzaq küncə dəqiq zərbə. Və beləliklə ilk hissə başa çatır, hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılır. Bir daha hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bu da mərkəzdən Efa oyuncuları topu oyuna daxil edir. Harun 4-cü qola yaxınlaşır və diqqətləri hakimiyət oyunu bəli, onun qaydana pozduğunu bildirir. Harun bu epizodda qaydana pozmuşdu. Hörmətli futbol azarkeşləri Gol TV-də çox maraqlı oyun izlədik. Yusif uzaqdan qapıya zərbə qədər də təhlükəli alınmır. İlk hissədə qapılara 6 gol vurulub. Hər iki komanda yaxşı çıxış edir. Murad bir qədər riskli oynamışdı. Məhəmməd topu meydandan uzaqlaşdırır. Xan oyuncuları outdan topu oyuna daxil edəcək. İləriyə doğru ötürmək izləyirik. Yusif topa yetişdi və burada nələr etdi, rəqibini keçdi, ötürmə. Boş mövqeyli oyuncu vardı və gol. Xan oyuncuları fərqi minimum endirir. Hüseyin Eybətov bugün ikinci golunu vurur. Amma burada Yusif nə etdi axı? Topu görün necə özündə saxladı. Hakimiyyəti əl aldı və ötürməsi də qolla nəticələnir. Xan oyunda dönüş yaratmağa çalışır. Bunu bacarır da. İləriyə doğru uzun oyunu Xan oyuncuları. Elmir yox, qaydanı pozmamışdı. İləriyə doğru ötürmə. Uzaq məsafədən qapıya zərbə. Fətta idi səhv etmirəmsə zərbəni indirən. İləriyə doğru ötürmə. Hüseyin sağ cinahla qapıya zərbə uzaq küncə.
Təhlükəli zərbə indirmişdi. İleriye doğru sürme. Harun. Davay Zavidan, davay 100k. Vaktala çok var, oynayın davay. Değişmelesi, magayla değiş yerimizi. Değiş lan siz, onun ki. Alttan. Top oyuna daxil edilecek. Harun tez oyna, maga gitti. Harun. Ebiyo, Ötürme vermeye oyuncu aktarır. tez ol, korkma beni Ebiyo. Sakin. Geriye. Elmir. Süleyman. Topu ileri vurur. Harun kapıya zərbə. Ona niye sürünüyor? Yerlə ötürmə. Out. Hörmətli futbol azarkeşləri bugün U11 liqasında keçirilən və artıq başa çatan oyunlarla sizi tanış edirəm. Zira Sabah və Vətən Respublika Olimpiya futbol oyunları başa çatdı. Yusuf Abdullayev. Yusuf yerində çevrildi qapıya. Zərbə və gol. Yusuf Abdullayev komandanın kaptanı gözəl gol vurur. Yenidən oyunda bərabərlik var. Yusuf Abdullayev görün bu epizodda topu necə səliqəli şəkildə saxladı, yerində fırlandı. Özü üçün qapıya zərbə vurmağa şərait yaradır. Baxırıq çevrildi. Yenidən topu sağa atır və bu cür qola imza atır. Çox səliqəli şəkildə topu qapıdan keçirir. Görüşdə 8 gol vurulub. Yerlə ötürmə Yusuf ona zərbə vurmağa imkan vermirlər. Məhəmməd. Toğrul. Yerdə qalır və dərhal ayağa qalxaraq oyununu davam etdirir. Sona qədər oynayır Toğrul. Cavidan oyununun duelinin tez-tez şahidi olmuşuq. Elmir ileride oynuyor. Və Harun bu epizodda bəlkə də daha təhlükəli zərbə indirə bilərdi. İkinciden zərbə yerinə yetiriləcək. Git kaldı. Harun'a ver. Və hər kəs Harunun ikinciden zərbə yerinə yetirilməsini istəyir. Oralara. Harun Mehdizadə bugünkü oyunda 3 qolu var. Başla. Meydanın ən yaxşı oyunculardan biridir desək yəqin ki, səhv etmirəm içəriyə. Daha bir ötürmə, səhv etmirəm. Bəli, Harun ötürməsindən sonra Məhəmməd. O da bugünkü oyunda 2 gol vurub. Məhəmməd Yusifli. Golun təkrarını izləmək istərdik. Harun Mehdizadə. Əlini havaya qaldırır və içəriyə. Hava ötürməsi bu cür gol vurulur. Hörmətli futbol azarkeşləri qeyd edim ki, bugün Gol TV'də U15 liqasında Zirə, Sabah U16 liqasında Qarabağ Səbail görüşləri də sizə təqdim olunacaq. Məhəmməd zərbəsi ona zərbə vurmağa mane olurlar. Hakim devam dedi. Toğrul. Yenidən Cavidan Toğrul duelini izləyirik. Fatih qarşılayır. Toğrul. Və indi hakim qayda pozuntusu qeydə alır. Cavidan Toğrula qarşı qaydanı pozmuşdu. 3 oyuncu var topun gerisində. Bəs görək zərbəni kim? Bəli, artıq Vüqar Əsgərov bildirir ki, Elmir hər şeyi bilir. Topu özü oyuna daxil edilir. Sol ayağıdır. Elmir Budayev hakimdən işarə gəlir, topa yaxınlaşır. Sol ayağı ilə top canla səhvdə deyərək qapıcının çıxışda səhvi yolu verir və Efat daha bir gol vurur Toğrul Nəcəfov. Topu bu cür qapıdan keçirir. 10 gol vurulub bugünkü oyunda. Hər iki komanda yaxşı oynayır. Bugün qalib hər iki komandadır. Elmir'in zərbəsindən sonra top canlı səhvdə deyərək qayıtmışdı. Hücumun davamında Efa hücumu golla
tamamlayır. Təkrarı izləyirik. Burada qapçı. Onu da günahlandırmaq lazım deyil. Hörmətli futbol azarkeşləri artıq görüş başa çatmağa doğru gedir hər iki komandaya. Gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika saat qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşı seçirəm. Xandan kapitan 10 Yusuf Abdullayev, oyunun ulduzu isə bugün 3 gol və 1 məhsulla ötürmə heyətdə qalan Harun Mehtizadədir. Bizə ayrılmış vaxt burada. Başa çatır, sağ olun və ən əsas odur ki, sağlam olun. Başqa oyunlarda gələrəm. İndi mən Şağana gedirəm buradan. Başka oyuna geldim.